mollaların qəbirstanlıqda avazla oxuyub savabını ölülərə bağışladığı Yasin surəsinin Azərbaycan dilində avazla molla stili oxunuşu. Baxaq görək necə alınır. Yasin surəsi 1-ci ayədən 20-ci ayəyə qədər. Bismillahirrahmanirrahim. Yasin, and olsun hikmətli Qurana, həqiqətən də sən göndərilmiş elçilərdənsən. Doğru yoldasan. Bu Quran qüdrətli və rəhmi Allah tərəfindən nazil edilmişdir ki, ataları xəbərdar edilməmiş, özləri də qafil olan bir tayfanı xəbərdar edəsən. Onların əksəriyyəti barəsindəki söz gerçəkləşdi, çünki onlar iman gətirmədilər. Həqiqətən biz onların boyunlarına və çənələrinə dirənmiş zəncirlər keçitmişik. Odur ki, başları təkəbbürlə yuxarı qalxmışdır. Biz onların əllərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərinə pərdə saldıq, buna görə də onlar haqqı görmürlər. Sən onları qorxutsan da, qorxutmasan da onlar üçün eynidir, iman gətirməyəcəklər. Sən ancaq zikrə tabe olub, mərhəmətli Allahı görmədən ondan çəkinən şəxsi qorxuda bilərsən. Beləsini bağışlanma və çox gözəl bir mükafatla müjdələ. Həqiqətən ölüləri dirildən, onların bu dünyada törətdiklərini və tərk etdiklərini yazan bizik. Biz hər şeyi açıq aydın yazıda qeydə almışıq. Sən onlara o zaman elçilər gəlmiş, şəhər sakinlərini misal çək. O zaman onlara 2 nəfər elçi göndərdik, amma onlar ikisini də yalan saydılar. Biz də elçilərimizi 3-cüsü ilə qüvvətləndirdik. Sizə bir sual vermək, sizcə bu oxuduqlarının ölüyə hər hansı bir aidiyyəti var?